Hər birinizi belə gözəl gündə, toylu bisatlı gündə, sakit ata ocağında, toy səsinin sədası altında xoş gördük deyirik. Yerdən göyə, yaradandan razı olub demişik, İlahimin şükür yaratdığına. Baxırıq o uca kürsüyə, Rəşad bəy oturub, Aysun xanım əyləşib, sanki göylərin payıymış, eniblər yerə, İlahi min şükür yaratdığına. Çəməni çiçəkdən, balı pətəkdən, sevgisi beşikdən, eşqi bələkdən, baxışı günəşdən, nuru mələkdən, İlahi min şükür yaratdığına. Bu gözəl günümüzə arzularımız sonsuzdur, başınızın üstü heç zaman qara bulud görməsin. Könlünüz zülmət, qəlbiniz isə sükut görməsin. Təkcə özünüz üçün yox, elimizə, obamıza, doğma cəllabadımıza, Azərbaycanımıza layiqli ailə başçısı olasınız deyirik. Doğmaların, əzizlərin gözləri aydın olsun deyib, bu gözəl günümüzə gələn qonaqlarımızdan, bu günümüzün səbəbkarlarının şərəfinə gürültülü bir alqış səsi istəyirik. Ay maşallah, əl çalan ocaqlara gözəl günlər arzu edirik, toylu, bisatlı günlər arzu edirik. Qoy hər zaman elimizdə, ovamızda toylu, bisatlı günlər olsun deyirik. Amma bir xalq olaraq, millət olaraq, Azərbaycanlı olaraq kədərli anlarımızı heç zaman unutmamışıq, unutmarıq da. Belə gözəl günlərimizi rahat şəkildə biz keçirə biliriksə, qəhrəman şəhidlərimizə minnətdar olmalıyıq, qazilərimizə minnətdar olmalıyıq. Ona görə Allah şəhidlərimizi rəhmət eləsin deyirik, qazilərimizə Allah şəfa versin deyirik və sizlərdən ilk istəyimiz, çəngəli bıçağı bir kənara qoyağın, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edəyin, toyumuza başlayaq. Çox sağ olun. Bütöv Azərbaycan şərəfinə də bir gürültülü alqışımız gəlsin. Allah şəhidlərimizi rəhmət eləsin bir daha. Qazilərimizə Allah şəfa versin. Şəhid valideynlərinə, şəhid ailələrinə Allahdan səbir diləyirik. Bir daha kədərli günlərimiz olmasın deyirik. Və əziz qonaqlar, mehriban insanlar, bu gözəl günümüzdə toy səsinin sədasına gəldiyimiz bu ocağa, sakit ataya göz aydınlığı veririk. Bu ocaqla doğmalaşıb qudalıq sevincin dadan, talih atamızın gözləri aydın olsun. Doğmaların, əzizlərin, ağsaqqallarımızın, ağbirsəklərimizin gözləri aydın olsun deyirik. Və sizlər qədər bu gözəl günümüzə yaraşıq və zəy verəcək günümüzün sazlı sözlü musiqili qonaqlarını salamlayıram. Elimizin, obamızın, doğma cəllabadımızın yaşının az olmasına baxmayaraq, nəğməkar oğlu, gələcəyimizin sənətkar oğlu Kamran müəllim Tağıyev, sizləri hər zaman belə gözəl günlərdə görəyin deyirik. Bu gözəl günümüzün də Kamran Tağıyevin rəhbərliyi ilə Vətən İnstrumental Ansamblı və ansamblımızın hər bir üzvünə özlərinin təşəkkürlərimizi bildiririk. Hər zaman toylu bisatlı günlərdə sizlərlə görüşəyin deyirik. Bu möhtəşəm saray, Sara Xatun Şadlıq Sarayı, rəhbərliyi başda olmaqla hər bir personalına dərin təşəkkürlərimizi bildiririk. Qoy hər zaman bu Şadlıq Sarayında gözəl günlər, toylu bisatlı günlər olsun deyirik. Bu gözəl günümüzün ən gözəl kadrlarını kamera gözü ilə tarix yaddaşlarına yazan Sara Xatun Şadlıq Sarayının video operatorlarını salamlayırıq. Mircavad qardaşımız, Elsəvər qardaşımız, eyni zamanda Şahin qardaşımız hər zaman gözəl günlərdə olasınız deyirik. Bu günün də aparıcısı mən Qabil müəllim, bu elin, bu obanın, doğma cəllabadımın bir müəllim oğlu. Hamınıza könül xoşluğu arzu edirəm, mən sözü musiqiyə nəğməyə verirəm. Kamran müəllim Tağıyev, sözün həqiqi mənasında müəllimsiz. Asef Zeynallı İncəsənət Universitetinin tələbəsi. Ustad təsiri görmüş, ustad xeyirduası almış, belə gözəl sarayların da artıq öz səsi ilə bəzəyinə çevrilmiş Kamran müəllim Tağıyev. Çox sağ olun Qabil müəllim, təşəkkür edirəm. Həmişə gözəl toylarda görüşək inşallah, şənliklərdə görüşək. Sən özün də sənətkar ailəsinin davamçısan. Allah gözəl sənətkarımız Şamil Quliyevi rəhmət eləsin. Şamil Quliyev ailəsinin davamçısıdır, Qabil müəllim, qardaşıdır Şamil Quliyevin. Təşəkkür edirəm. Bu sənətkarın adını çəkmək mənim borcumdur. O bizim böyük sənətkarımız olub.
Mən Rəşad qardaşımı təbrik edirəm. Gəlin bacımızı təbrik edirəm. Allah sizi bir ömür xoşbəxt eləsin. Qoşa yarıyıb qoşa qarıyasız inşallah. Oğullu, qızlı olasınız. Valideynlərə göz aydınlığı verirəm. Gözləriniz aydın olsun. Sakit ataya göz aydınlığı verirəm. Talih ataya göz aydınlığı verirəm. Gözləriniz aydın olsun. Bu ocağa yaxın olan bütün insanlara göz aydınlığı verirəm. Gələn qonaqları salamlayıram. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Həmişə qədəmləriniz belə möhtəşəm toy məclislərinə açılsın inşallah. Hər birinizin subayları üçün belə gözəl, möhtəşəm toylar qurulsun. Biz musiqiçilərin də ən böyük arzusu Qabil müəllim toydur. Gələk o toylarda iştirak edək. Yeyin için nuş olsun. Biz də indi bacardığımız qədər sizlərin zövqünüzü oxşayacaq, musiqilər təqdim edəcək. Gözəl ansambllar, eşq olsun. Dağlarda maral gözəl, ayaqlarında şəzəl. Dağlarda maral gözəl, ayaqlarında şəzəl. Mən yaranı eyləmişəm, yar məndən kənar gəzər. Mən yaranı eyləmişəm, yar məndən kənar gəzər. Dilbərim, dilbərim,
Nigarım sen güzellikte güzel bir navcavan yoktu yar. Cahanda yar can alan çoktu yar. Senin tek can alan yoktur. Ederdim derdimi sonra gör olsaydı gamkar Ederdim derdimi sonra gör olsaydı gamkar bundadır ki derdi demek için bir nefer yoktu yor. Vefa dersin demeyen her malcaradan almışam ela. Vefa ya dersin demeyen her malcaradan almışam ela. Muhabbet meşrebinde bundan ağır imtihan yoktur yor ay canım. Sağ ol ay Kamran. Səsin hər zaman belə gözəl günlərdən gəlsin deyirəm qardaş. Şeir aləminin Çok sağ ol. şöhrəti sultanı qəzəldir. Zövq ilə verən hər cürə mənanı qəzəldir. Səslənmədədir onda zərif musiqi hər an. Hikmətli muğam aləminin canı qəzəldir. Xanəndə onu zövq ilə qəlbən oxuduqca bir quş kimi cövlan edən hər yanı qəzəldir. Əziz qonaqlarımız, günümüzün şərəfinə gözəl bir alqışımız gəlsin deyirik. Sağ ol ay qabil müəllim. Ay maşallah. Hazayem hale düştüm ey nigarım nazı gemzenden. Ya ay canım. Ay maşallah. Sağ ol ay qabil. Alkışlar gelsin bu güzel ifaya. Maşallah. Acayip hale düştüm ey nigarım nazı gemzenden. Ne bir yollu yok çıkır canım, ne mende sağlam can yoktur. Eşitsen Seyid ağa necə keçir əhvalım mənsiz. Eşitsen Seyid ağa ya necə keçir əhvalım mənsiz. Məsəl var söyləyərlər, ölmüşəm bir anlayanım yoxdur. Qanunu təbiyyət belə deyər, ay yerine gün gece gelmen ya yazayamam. Kanunu təbiyyət belə deyər, ay yerine gün gece gelmez. Sen Suriyeliye olmasa millet güce gelmez.
Gel cəzbəyə eşq olsa gətirəm necə gəlməyiz. Gel cəzbəyə eşq olsa gətirəm necə gəlməz. Gel cəzbəyə eşq olmasa gəlsə bizə gəl. Azizim sen geldin gelişinle, sevinci getirdin bana. Sen geldin gelişinle, sevinci getirdin bana. Sözüne gülüşünle, sevinci getirdin bana. Gittin güne gidiş, diyar sevincimi yapardı. Güldün buna gülüş, diyar yüreğimi kopardı. Gittin buna gidiş, diyar sevincimi yapardı. Güldün buna gülüş, diyar yüreğimi kopardı. Sen giden bu yollara bakarım, bakarım, bakarım. Eşkinin hasretiyle yanarım, yanarım, yanarım. Sen giden bu yollara bakarım, bakarım, bakarım. Eşkinin hasretiyle yanarım, yanarım, yanarım. Gittim buna gidiş, diyar sevincimi yapardı. Güldün buna gülüş, diyar yüreğimi kopardı. Gittin buna gidiş, diyar sevincimi yapardı. Güldün buna gülüş, diyar yüreğimi kopardı. Gittin buna gidiş, diyar sevincimi yapardı. Güldün buna gülüş, diyar yüreğimi kopardı. Çok sağ olun. Ay, çox sağ olun. Teşekkür Kamran ederim. Tağıyev və Vətən Üstü Metal Ansamblı təşəkkürlər sizlərə. Təhsil budur. Allah hər birinizdən razı olsun. Təki elimizdə, obamızda hər zaman gözəl günlər olsun deyirik. Təbii ki, toyun yaraşığı oynamaqda, amma bir 10 dəqiqəlik belə gözəl musiqi təbii ki, bacaran ifasların ifasında. Hər birinizə təşəkkürlər edirik, minnətdarlıq edirik, minnətdarlıq edirik.